Trump'ın 20 bəllik Qəzza planı bölgədə baş verənlər fonunda ümidverici olsa da, yekun sülhü gətirəcəyi ehtimalı yüksək görünmür. Doğrudur, planda Fələstinlilər üçün müsbət məqamlar var. Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam da var. Həmasın silahı yerə qoyması və Qəzzanın idarə etməsindən uzaqlaşdırılması. Trump bəyan edib ki, Həmasın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq. Bu Həmasın tamamilə məğlubiyyəti və siyasi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan qruplaşma planla bağlı düşünmək niyyətindədir. Həmas üçün hər iki halda planı qəbul etməyəcəyi və yaxud edəcəyi təqdirdə perspektivlər ümidsiz görünür. Təbii ki, bütün bunların fonunda Qəzzada müharibənin bir müddət də davam edəcəyinə dair fikirlər ortaya atılır. Hamas şu ana kadar buna bir cevap vermedi. Çünkü Hamas kendilerine resmi olarak bir talebin gelmediğini beyan ederek muhatap alınmak istediklerini ortaya koymuş oldukları görülmektedir. Çünkü pazarlık yapılmadan, maddeler tartışılmadan ve iki tarafın da uzlaşı sağlayacağı şekliyle bir görüşme yapılmadan Trump'ın doğrudan ve resen taleplerinin kabul edilmeyeceği şekliyle bir öngörü yapılabilir. Bununla belə bir çox dövlət Trump'ın planının bu dəfə işə yarayacağına ümid edir. İsraillə mənfi əlaqələri olmasına baxmayaraq, Qətər başda olmaqla bir sıra ərəb dövləti artıq planı dəstəklədiyini bildirib. Eyni şəkildə Türkiyədə proseslərdə iştirak edərək Həmasın təklifləri qəbul etməsini istəyir. Hətta son olaraq The New York Times nəşri bildirib ki, Fələstinin Həmas harekatı Qətər və Türkiyənin təzyiqi altında Qəzza zolağında münaqişəyə son qoymaq üçün ABŞ-nin təklifləri ilə razılaşa bilər. Çünki Həmas ABŞ-nin təklifini qəbul etsə də, etməsə də artıq zolaqda nə vaxtsa malik olduğu təsir gücünə sahib olmayacaq, nə də onu idarə edə biləcək. ABŞ prezidenti Donald Trump'ın Qəzza münaqişəsi ilə bağlı 20 bəllik planı İsraillə razılaşdırılıb. Həmçinin Qətər, Səudiyyə Ərəbistan, Türkiyə, Avropada buna dəstək verir. Təbii ki, əgər Qətər bu planı qəbul edirsə, Həmas da qəbul etməlidir. Həmasın çıxış yolu yoxdur. 70 saat vaxt veriblər, girovlar azad olunmalıdır. Təbii ki, bu plan qəbul edilibsə Türkiyə, Qətər və Avropa tərəfindən, həmçinin İsrail tərəfindən demək plan icra olunacaq. Qəzzada proseslərin hansı formada davam edəcəyini son 48 saat və Həmasın atacağı addımlar göstərəcək.